30 Days Soft Challenge 17-ci gündən hər kəsə salam. İlk öncə 16-cı günə göstərdiyiniz marağa görə və bəyənilərə görə hər birinizə təşəkkür etmək istəyirəm. Sonra isə bu günün planlarından danışmaq istəyirəm. Bu gün əslində mən qonaqlığa gedəcəydim. Ona görə hazırlaşma videolarını daha çox çəkmişəm. O qədər videolar çox çəkə bilmədiyimə görə hazırlaşma videomu burada qoyaraq sizə günün planlarından danışacağam. Günün planlarından əslində birinci qonaqlığa gedib, sonra isə qonaqlıqdan sonra isə alış-veriş eləmək idi. Onları da bir-bir sizə videoda göstərəcəm təbii ki. Amma gəlin ilk öncə sizə videoları paylaşma planımdan da danışım. Bildiyiniz kimi mən bir ara nə TikTok, nə də Instagramda heç bir platformda videolar paylaşmırdım. Amma sonra 16-cı gündən davam etmək şərti ilə başladım 30 Days Soft Challenge-ı davam etdirməyə. Təbii ki, videolar ard-arda hər gün gələcək. Sadəcə fərqli günlərdən də videolar alınacaq. Yəni təkcə iyunda çəkdiyim videolar yox, ümumiyyətlə iyun, iyul, avqust ərzində çəkə bildiyim bütün videoları əlavə eləməyə çalışacağam. Siz də bu videoları dəstəkləməyi unutmayın. Bu arada fikir verdim ki, səhifədə 30 Days Soft Challenge haqqında o qədər də məlumat verməmişəm. 30 Days Soft Challenge insanın həyatını bir anda tamamilə dəyişdirməyə çalışmaq əvəzinə 30 gün ərzində kiçik və davamlı vərdişlər formalaşdırmasına yönəlmiş bir challenge-dır. Bu challenge-ın əsas ideyası əslində mükəmməl olmaq yox, davamlı olmaqdır. Məsələn, hər gün 2 saat idman etmək və ya özünü həddindən artıq yükləmək əvəzinə daha real və gündəlik həyata uyğun addımlar atırıq. Mən niyə bu challenge-a başladım? Mən bu challenge-a həyatımı bir gündə dəyişmək üçün başlamadım əslində. Əksinə, özümü daha yaxşı bir rutin yaratmaq üçün, gündəlik həyatımda kiçik, amma faydalı dəyişikliklər etmək üçün bu challenge-a başlamaq istəyirdim və başladım. Həmçinin izləyicilərimlə də bölüşmək, bəlkə onlara da motivasiya olar deyə bunları sizinlə paylaşıram. Əgər siz də bu challenge-a başlamaq istəyirsinizsə, məncə başlaya bilərsiniz. Mütləq deyil ki, siz də hansısa ayın birindən və yaxud birinci gündən başlayasınız. Elə indi, əgər motivasiyalı olmaq və disiplinli olmaq istəyirsinizsə, challenge-a başlaya bilərsiniz. Təbii ki, bəzən motivasiyamız olur, plan qururuq, amma bir neçə gündən sonra hər şeyi yarımçıq qoyuruq. Mən də düşünürəm ki, özünüz üçün daha real və davam etdirə biləcəyiniz bir sistem yaratsaz, məncə çox əla olar. Makyajımı da bitirdim və burada artıq bacımla birlikdə marketə gedirik. Belə xırda işləri belə bacımla birlikdə etməyi həqiqətən çox sevirəm. Həm söhbət edirik, həm də adi bir market alış-verişini belə maraqlı bir hala gətiririk. Biraz sonra da alış-verişimizi edib geri qayıdırıq. Bu arada alış-verişimizi Kingsmart'da etdik. Burada isə artıq evə qayıdırıq. Vlogumuz bu qədər idi. İzlədiyiniz üçün təşəkkürlər. Səhifəni izləməyi və videonu bəyənməyi unutmayın. Növbəti günlərdə görüşənədək sağ olun.